bağlı, yəni 28 yanvarla bağlı əhaliyə ciddi bir xəbərdarlıq edilib. Belə ki, yanvarın 27-sində həm bugün axşam, həm də 28-də yerdə orta və güclü səviyyədə maqnit aktivliyi Qulaq astınız. Yəni deyir maqnit olacaq, nə bilim, ürək xəstələr, yəni əziyyət çəkəcək, neyniyəcək. Yəni ki, ehtiyatlı olun. Allah hamd olsun, yalandır Quran haqqı. Bəlkə dakika inanmayın. Bax mən də buradan o ürək zəiflərə səslənirəm. Allah sizə şəfa versin, ürək zəiflər. And olsun Allah, belə məlumatlara inanmayın. Onu bir tək Allah bilir, nə vaxt olacaq, nə cür olacaq. Bu tipli məlumatları məhz insanlar, yəni bu dünyada gedir ha bu məlumatlar. Bu tip məlumatlar sırf insanların zəifləməyi üçündür. İnsanların xəstələri daha da gərgin vəziyyətə salmaq üçündür. Yəni bir balaca pulu olan qaçsın getsin həkimə ki, ay həkim, qoy maqnit qasırğası olacaq və yaxud da nə olacaq? Gör mənim halım nətərdir, buna tab gətirəcəm mən. Vallahi yalandır. Allah'ın olsun 2012-ci il yadınıza gəlir, dünyada paraşa buraxdılar ki, dünya dağılacaq. Nə oldu? Dağıldı dünya. Yalan məlumatdır da. O insanlar nə etdilər? Ürək xəstə olanlar bütün dünyada ürək xəstə olanlar, nə bilim şəkəri olanlar hamısının vəziyyəti halı pisləşdi. Kimlər ki inandı buna? Mən şəxsən inanmadım. Ortada da qazananlar kim oldu? O kosmik gəmilər düzəltdi. Yaponiyaydı, haraydı? Bu nə bilim sionistlər idi, kim idi axırı? Nəsə düzəltdilər. Allahın adından tutub Allah'a inanmayanlar Allah'ın adını tutup ki Allah'ın fəlakətidir və bu raketləri şeyləri alın, kosmik gəmiləri və girin yaşayın. Allah'tan belə xilas olacaqsınız. Valla Moskvadaydım. Yəni də misalı Moskvada çəkimi həmin vaxtı. Moskvadaydım, deməli qızlar hamısı qaçır, bunkerlərə girirlər. Nə bilim hamı vidalaşır. Hamı nə bilim təşvişə düşür. Biri anasına zəng edir. Ay mama, mən uşağımdan müğayət olarsan, sən sağ qalsan. Bu deyir bir ulaşırlar, bir mələşirlər. Mən də baxdım bunların halına, oturub baxıram, gülürəm. Getdim, özü bunlar da deyir ki, əlamətləri nə olacaq? Birinci işıqlar sönəcək, işıqlar sönəcək hər yerdə, zülmət qaranlıq olacaq. Quran and olsun, getdim yavaşçayım iş yerində, rubilnikdən işığı söndürdüm. O pişik balası kimi nə təlmiyi olduyurlar. Gəlib mən də gülürəm. Deyir, nəyə gülürsən? Deyirəm, heç o da dünya dağılır da, nə ağarsınız, nə inirsən? Deyirsən, niyə belə sərbəsən? Təzən başa saldım ki, mən söndürmüşəm işığı, nəsə dəli olmayın. Təzən başa salmışam ki, Allahın əlindən siz necə qaça bilərsiniz? Bu əlamətləri bir Allah bilir. Mənə bir dənə göstərin, görün ki, yəni bir dənə bax, Türkiyədə zəlzələ oldu. Allah hamısına rəhmət eləsin, nə qədər itkilər. Bir nəfər çıxıb onu məlumat vermişdi, verə bilmişdi. Ya Azərbaycanda oldu zəlzələ, kravatım belə divara dəyirdi mənim. Bir nəfər demişdi, ya və yaxud da deyə bilmişdi, yox. Yaxşı, bunları deyə bilmirsinizsə, bunları bilmirsinizsə, məlumatınız yoxdursa, bu qasırğanın, nə bilim, masırğanın hardan bilirsiniz? Bu maqnit məsələlərini hardan bilirsiniz? Niyə cəmaatın ürəyini çəkirsə, Allah? Yaxşı, gedin işinizlə məşğul olun da. Söhbət bu qızın deməyindən getmir. Söhbət o məlumatları yanlış verməklərdir. Yəni, insanları təşvişə salmaq nəyə lazımdır ki? Bir dəfə də xoş xəbər verin də, deyin ki, bir gün gözəl bir gün olacaq, nə bilim, çiçəklər açacaq, nə bilim, nələr olacaq. Adamın ürəyini açın da, bu cəmaatın ürəyini xarab edirsiniz ki. Xəstələr, Allah sizə şəfa versin hamınıza, istər özümünkilər, istər digərləri. Allah xalqımızı qorusun. Yəni, belə məlumatlara inanmayın. Vallahi yalandır. Billah yalandır. Allah Azərbaycanı qorusun.